Nizami Gəncəvi İskəndərnamə poemasından şərəfnamə hissəsidir. İskəndərin Ərəbistana getməsi və Kəbəni ziyarət etməsi. İskəndər uğurlu bir şah idi. Heç kimə ziyan vermirdi. Hər kəs onun hörmətini saxlayırdı. İskəndər gözəl şəhərlər saldı, çoxlarını abad etdi. İskəndəriyyə şəhərini abad etdi. İskəndər Kəbəni ziyarət etmək fikrinə düşür. Gəlib Ərəbistanda çadırını qurur. Dikbaş ərəblər Rum şahının hökmünə baş əydilər. Hər yerdə İskəndərin qarşısına hədsiz nemətlər qoydular, bəxşişlər saçdılar. İskəndər xəzinəsinin ağzını açdı, ərəblərə payladı, Kəbəni ziyarət etdi. Kəbənin qapılarını öpəndə böyük tanrını andı, yoxsulları doyurdu. Karvan-karvan dəvə bağışladı. Yəmənə gəlib oranın qiymətli dərlərinə sahib oldu. Atını İraqa sürdü. Oradan da Yunana getməyə hazırlıq gördü. Yanına Azərbaycandan bir elçi gəlib dedi: "Hər yeri özünə ram etdin, bəs Ərmən torpağına niyə biganəsən?" Elçi bildirir ki, Ərmən xalqı atəşə ibadət edir. Oranın paşasının adı Dəvalidir. Yaxın ölkələrin hamısı ona bac verir. Əgər ora hücum etməsən, bir gün o sənə hücum edəcək. Bunu eşidib İskəndər Ərmənə hücum edir. Oradan da Abxaza hücuma keçir. Dəvali Rum şahının gəlişini eşidib ona böyük xəzinə götürür. İskəndər onun mərdliyini görür. Taxtının yanında ona yer verir. Özü Dəvaliyə xəzinə dövlət verir. Deyilənə görə Tiflisi 3 dəfə İskəndər abad etmişdi. İskəndər bu cənnət diyarda gəzişib ov edərkən Nüşabə adlı bir qadın haqqında eşitir. Onu görməyə can atır. İskəndərin Bərdəyə gəlməsi və Nüşabə ilə görüşməsi. Bərdənin gözəllikləri tərənnüm olunur. Bura əvvəllər Hərum, sonradan isə Bərdə adlanmışdı. Bərdəyə Nüşabə adlı bir qadın hakimlik edirdi. Nüşabənin sarayında yalnız qadınlar xidmət aparırdı. 30 min qulamı, yəni qılınc oynadanı var idi. Evinə cürət edib bir kişi girməzdi. Qulları yaxın bir obada məskən salmışdılar. İskəndər səhraya ordunu çəkib çadırını qurdu. Bu şən ölkə kimindir, deyə soruşanda cavab verdilər ki, bu gözəl torpaqlar erkəkdən ürəkli bir qadınındır. Sarayındakı sənəmxanalarda qadınlar azad həyat sürürlər. Axşam hər kəs yatandan sonra Nüşabə ibadətə başlayır. Günə isə mey çalğı ilə başlayır. İskəndər Nüşabəni görməyə tələsir. Bir neçə gün eyş işrətə dalır. Gəlib Nüşabəyə xəbər verirlər ki, İskəndər mübarək fallə gəlib. Padşahın adına layiq təamlar hazırlatdırır. Dadlı yeməklər, meyvələr, mey, noğul, reyhan hazırlatdırır. İskəndərə göndərir. Nüşabənin tərifi dillərdə dastan olur. Səhər açılır. İskəndər atını minib yola düşür. Elçiyəm deyib saraya üst tutur. Gəlib Nüşabəyə xəbər verirlər ki, bir elçi gəlib. Rum şahından xəbər gətirib. Nüşabə sarayı bəzətdirir. Əlində portağal, xoş əhval-ruhiyyə ilə taxtına oturur. Əmr etdi ki, İskəndər elçi huzuruna gəlsin. Elçi isə çox sürətlə qapıdan içəri girib, düz Nüşabənin taxtına tərəf gəldi. Belindən nə qılınc açdı, nə də kəmər. İskəndər bir elçi kimi səzzə etmədi. İskəndər bu sarayın hikmətinə, gözəlliyinə heyran oldu. Nüşabə elçinin bu saymazcana hərəkətinə təəccüblənir. Ona həddini bildirmək lazım olduğunu düşünür. Diqqətlə baxanda İskəndəri tanıyır, onu tərifləyir, ona öz taxtında oturmağı yaraşdırır. Aburdan həyadan tər al yanaqlarını yuyur. Elçi elə hey İskəndərin salamlarını çatdırır. İskəndər sözə başlayıb deyir ki, ey sərdar, adil tacidar İskəndər ən adlı kəslərə meydan oxudu. Bəs siz niyə bir dəfə huzuruna gəlmədiniz? Anladınız? Sizə nə pislik dəyib? Ölkənə gələndə isə meyvə, şərab, kəbabla könlünü alırsınız. Deməli, sən də səhər tezdən şahın qəbuluna gələrsən. Nüşabə onu dinlədi və dedi ki, ey cəsur padişah, eşq olsun sənə, elçilik edirsən özünə. Sən elçi deyilsən, hökm verənsən. İskəndər qılıncından söz açma, elə İskəndər özü sənsən. Elçi isə deyir ki, İskəndər dənizdir, mən bir çayam. Günəşlə kölgəni bir tutmaq olmaz. İskəndəri özünə elçilik edən bir aciz sanırsanmı? Nüşabə cavab verir ki, bu tərslikdən əl çək. Aslanı qurd dərisində gizləmə. Elçidə belə cəsarət olarmı ki, hüzurda bu qədər hiddət göstərsin? Belə rəftar ancaq padişahda olar. İskəndər cavabında deyir ki, bir tülkü aslandan xəbər gətirməz. Sözümdəki kin, acıq, tülkü yox, bir aslan tərəfindən bura göndərilməyimə görədir. Nüşabə qızğın halda deyir, günəşi palçıqla suvadın. Elədiyin yersizdir. Günəşə palçıqdan suvaq vurursan. Nüşabə kənizə əmr edir ki, İskəndərin şəkli çəkilmiş ipək rəsmi gətirib ona göstərsin. Elçiyə deyir ki, götür bu rəsmi, diqqətlə bax. Gör kimindir? İnad etməyin yeri varmı? İskəndər şəkli açıb baxdı. Özünü tanıdı. Cavab tapa bilmədi. Nüşabə dedi, ey uğurlu tacidar, sənə hörmətin çoxdur. Hər zaman sənə pərəstiş edərəm. Bu rəsmi sənə ona görə göstərirəm ki,
Mənim də şəklimi aydın görəsən. Erkək tinətli olsam da bir qadınam. Dünyanın hər işi mənə bəllidir. Mən də bir aslanam. Aslanın dişisi erkəyi olmaz. Məni düşmənçiliyə çəkmə. Mənə üstün gəlsən, bir dul qadına qələbə çalmış olarsan. Böyük fatihlərin rəsmlərini sarayımda saxlayıram ki, hər birini tanıyım. Desələr bu hansı tacidardır, o zaman rəsmə baxıb tanıyıram. Nüşabə şən halda taxtından endi. Yerini İskəndərə verdi ki, bir taxta iki tacidar yaramaz. İskəndər əyləşəndən sonra bir gəlin tək Nüşabə ona xidmət göstərdi. İskəndər onun alicənablığına heyran qaldı. Düşündü ki, onun yerinə kinli bir başçı olsaydı, mən artıq öz başımdan vaz keçməli olacaqdım. Söz verir ki, ürəyində söz verir ki, bir də bu cür addım atmayacağam. İskəndər ürəyində öz təbiətin məzəmmət edərkən Nüşabə əmr etdi ki, pərilər şahlara yaraşan bir süfrə atsın. Gözəl bir süfrə açıldı. Üstünə hər cür naz nemətlər, dadlı yeməklər, meyvələr düzüldü. Taxtın önündə isə İskəndər üçün bir xonça qoyuldu. İçində 4 kasa var idi. Biri ləl, biri qızıl, biri dür, biri də yaqutla dolu idi. Hər kəs yeməyə başlayarkən Nüşabə hökmdara buyurdu: "Ey böyük hökmran, yeyin bu dadlı xuruşlardan." İskəndər isə cavabında deyir: "Ey sadə dilbər, süfrəmə almaz, yaqut düzmüsən, daşqaş da yeyilərmi? Elə bir yemək ver ki, mədəmiz olsun." Nüşabə gülüb söylədi: "Daşın boğaza yolu yoxdursa, faydasız yaramaz bu daşlar üçün bu qədər vuruşmaq, çarpışmaq nə üçündür? Yollardan daşları almaq lazımkən niyə daşı daş üstünə qoyursan?" İskəndər qadının bu sözlərindən sonra yeməkdən əl çəkib dedi: "Ey qadın, adın erkəkdən ucadır. Amma sözlərin o vaxt doğru olardı ki, öncə özün bu daşqaşdan qaçaydın. Yoxsa bu danlaq, töhmət kimə yaraşır? Onsuz da İskəndər yaqutu hər evdə doludur. Amma sözlərinin yeri var, doğrudur. Qızıl sikkələrini nəsihətinlə torpaqlara ataram. Torpaq qızıl üçün təbii mədəndir." Sonra Nüşabə əmr etdi. İskəndərin qabağına dadlı yeməklər gətirildi. Yeməyini bitirib ayağa qalxdı. Gedərkən Nüşabə ondan peyman bağladı ki, mülkümə ziyan vermə. İskəndər saraydan çıxandan sonra Tanrıya şükür edir. Axşam düşür. İskəndər yatır. Səhər açıldı. İskəndər bir məclis qurdu. Nüşabə də İskəndərin ipəkdən hörülmüş gözəl çadırına gəlib çatdı. Növbətçi onu içəri dəvət etdi. Nüşabə gördü ki, dünya şahları gəlib, hər kəs İskəndərə baş əyir. Kənizlər İskəndərin yanında bir kürsü qoydular. Nüşabə orada əyləşdi. Onların qarşısına hər çeşiddə yeməklər düzüldü. Mey içib sərxoş olanların üzünə nəşə saçıldı. Axşama qədər çalğı dinlədilər. İskəndər pərlərə söylədi ki, bu gecə şəhərə ayaq basmayın. Səhər gərək bir məclis düzəldəm. Padşahın əmri ilə od qalandı. Çalğı nəşəsi ilə yeyib içməyə davam etdilər. Şəni səhərə kimi davam etdi. İskəndərin Nüşabə ilə məclisdə oturması. Böyük bir məclis quruldu. İskəndər taxtında oturdu. Paşalar isə önündə baş əydilər. Oxuyub çalanlar məclisə bir yaraşıq verirdi. İskəndərin əmri ilə alov parlasın deyə böyük ocaq yandırılır. Daha sonra İskəndər əmr edir ki, qonaqlara xoş gəldin deyilsin. Cürbəcür qiymətli cəvahiratlar, dəvə yüklü atlar, ipək parçalar, baxanda insanın gözünü qamaşdıran bir libas bəzədilmiş kəccavə xəzinədarlar tərəfindən Nüşabəyə hədiyyə olunur. İskəndərin Əlbürz dağına getməsi. İskəndər bir məclis qurur. Məclisdə sərkərdələrinə buyurur ki, Ruma dönmək fikrində idim, amma dünyanı qarış-qarış dolanmaq, xalqların əhvalını, yaşam tərzini öyrənmək istəyirəm. Əlbürzə kəsmə yol açmaq, Xəzər dənizində baxıb ov eləmək istəyirəm. Şahın adamları cavab verir ki, əmr sizindir. Siz ayaq qoyduğunuz yerə başımızı qoyarıq. Yola çıxmaq üçün hazırlıq görüldü. Şah ordusunu gövhərlərlə mükafatlandırdı. Bu ləl cəvahiratı daşıyıb aparmaq həm yorucu, həm də təhlükəli idi. İskəndər özü ilə 113 adam aparırdı. Bəlinasdan məsləhət istədi. O bildirdi ki, hər kəs öz xəzinəsini bir xarabalıqda bastırıb, üstünə nişan qoysun. Nə vaxt qayıtsa, gəlib asanlıqla tapa bilsin. Bəlinas dediyi kimi edirlər. Orada ölkələr gəzdikcə çoxlu sərvət ələ keçirdi. Heç bu bastırılan xəzinəyə ehtiyac duyulmadı. İskəndərin Dərbənd qalasını alması. İskəndər yaxşı insanlarla oturur, onlarla hər işdə məsləhətləşirdi. Cəmiyyətdən qaçıb, qapalı həyat keçirən zahidlərdən hər zaman kömək istəməsinə görə adamları İskəndərdən incidilər. Dedilər ki, bu qədər döyüşçü, qılınc ola zahidlərdən nə üçün kömək istəyirsən? İskəndər bu suallara cavab vermədi. İskəndər öz adamları ilə Əlbürzdən sonra Şirvana keçib, oradan da Dərbəndə gəldi. Bir neçə gün Dərbənd qalasını ələ keçirmək üçün müqavimət göstərdilər, amma qalanın başçısı itaət etmədi. 100
100.000 silahlı əskəri 40 gün qalanı tutmaq üçün səy göstərdi. İskəndər bir məclis qurub adamları ilə götür-qoy etdi ki, qalan necə ala bilsin. İskəndər soruşdu ki, yaxınlıqda bir zahid varmı? Bir nəfər dedi ki, bəli var. Bir çəngə otla gününü keçirdir. Gedib o qocanı tapırlar. Qoca İskəndəri görən kimi tanıyır. Şah buna heyran qalır. Qoca zahid özü haqqında məlumat verir. İskəndər Dərbənd qalasını tuta bilmədiyi üçün qocanın yanına kömək istəməyə gəldiyini deyir. Qoca eşidib bir ah çəkir. Ahı bir sapan kimi sanki Dərbənd qalasının üstünə düşdü. İskəndər qayıdıb yenidən məclis qurdu. Qalabəy gəlib İskəndərə baş əyib açarı ədəblə ona verdi. Dedi ki, Tanrının qəhrindən hasara ziyan dəyib dağıldı. Deməli, Zahidin bircə ahı ilə alına bilməyən qala alındı. Adamları İskəndərə dediklərinə peşman oldular. Qalanın uçmuş yerlərini bərpa etdilər. Dərbənddə yaşayan əhali İskəndərə şikayət edir ki, Qıpçaq xalqı bizə əkin-biçinə imkan vermir. Şahdan kömək istəyirlər ki, bu çöl xalqlarının axınlarının qabağını almaq üçün böyük bir sədd çəkdirsin. İskəndərin əmri ilə sədd çəkilir. İskəndərə məlumat verirlər ki, Keyxosrov dünyadan köçəndən sonra dəfn olunduğu yer bir mağaradır. O yerə hələ ki ayaq basan olmayıb. O yerin adı Sərir qalası idi. İskəndər oranı görmək arzusuna düşür. Keşikçilərinə çoxlu bəxşişlər verir. İskəndər özü də Keyxosrov kimi hər şeyi görməyə, hər şeyin, hər işin üstünə ot kimi çapmağa maraqlı idi. İskəndərin Sərir qalasına getməsi və Keyxosrovun qəbrini ziyarət etməsi. İskəndər Keyxosrovun taxtını görmək üçün ordusu ilə Səririn şəhərinə getdi. Sərirli eşitdi ki, İskəndər gəlir. O dəqiqə dəyərli hədiyyələri onun huzuruna göndərdi. Onlar görüşərkən Keyxosrovun sirli camından və Kayan taxtından söhbət açırlar. İskəndər Keyxosrovun sirrini öyrənmək istədiyi üçün Sərirli ona şərait yaradır. Özü getmir. İskəndər bir neçə nəfərlə, o cümlədən Bəlinasla mağaraya gedirlər. Sərirli şah fərman vermişdi ki, İskəndər Keyxosrovun taxtında əyləşir. Ona qulluq olunar. Düşünürdü ki, bu onlara uğur gətirəcək. İskəndər taxta oturur, ona camda içməyə meydə verirlər. İskəndərin Keyxosrov məqbərəsinə getməsi. İskəndər camdakı sirri Bəlinasın köməyi ilə öyrənir. İskəndər mağaraya enib dar yollarla çətinliklə irəliləyir. Özü qabaqda, Bəlinas da onun arxasınca gedib bir dar dəhlizə çatırlar. İskəndər dar yerdən içəri keçəndə yanan odu gördü. Daşdan çıxan bu od kükürt imiş. Onlar kükürt mədəninə gəlib çatmışlar. Qayıdıb çıxmaq istəyəndə qarlı bir tufan qopdu. Dərətəpə qarla doldu. Köməksiz qaldılar. Qar mağaranın yollarını tutmuşdu. Xalq bundan xəbər tutdu. Qala xalqının köməyi ilə İskəndərgil xilas olundu. İskəndər Sərir qalasına çatıb dincəldi. Səhəri günü böyük məclis qurdu. Sərir şahına çoxlu bəxşişlər, lal cəvahirat verdi. O da İskəndərin əlini öpdü. İskəndər köç təbilini çaldı. Dəniz sahilində məskən salıb bir həftə ov elədilər. İskəndərin Rey və Xorasana getməsi. İskəndər Keyxosrov taxtından geri dönüb köçmək üçün hazırlığa başlayır. Bir qasid onun huzuruna gəlir. İstəxr şəhərindən gəldiyini deyir. Öz naibindən şaha salam gətirdiyini, onun istəklərini ərz etmək istədiyini bildirir. Reydən bir nəfərin xalqa zülm etdiyini, çox fitnəkarlıqlar etdiyini söyləyir. Qasid istəyir ki, İskəndər öz qoşunu ilə hücum edib həmin adamı cəzalandırsın. Xalqın da canı qurtulsun. İskəndər qoşunu ilə əvvəlcə Gilana, oradan da Reyə getdi. Qarşısına çıxan ateşpərəstləri cəzalandırdı. İskəndərin gəldiyini eşidən zalım şah qaçıb Xorasana getdi. Ardınca adamlarını göndərdi. İskəndər Nişapura da getdi. Şəhərin yarısı ona dost oldu. Yarısı isə Daraya təmir vururdu. Daranın eşqidən əl çəkmirdilər. Sonra Mərvə və Xorasana üz tutdu. Har ayaq basdısa hörmətlə qarşılandı. İskəndərin Hindistana getməsi. İskəndər Hindistana səfər etmək fikrinə düşür. Adamları ilə məsləhətləşir. Deyir ki, əvvəlcə ordumla Hind şahı Keydin üstünə gedəcəm. Mənə kin göstərmədən tabe olsa, ona kömək edib dost olacam. Əgər sıxsa, qılıncımla onu məhv eləyəcəm. Sonra da atımı Çinə doğru sürəcəyəm. İgidlər şahın bu fikrini bəyəndilər. Hindistana tərəf ordu yol aldı. İskəndər öncə bir qasidlə Keydə xəbər göndərdi. Qasid Keydə bildirir ki, ya İskəndərə təslim olub ona baz verməlisən, ya da qılınclar toqquşacaq, qan töküləcək. Keyd bu sözlər eşidən kimi canına qorxu düşür. Bilirdi ki, İskəndər böyük bir cahangirdir. Dara ona düşmənlik etdi. Sonda nə oldu? İskəndər onu məğlub elədi. Öz halını da düşünür, İskəndəri çox tərifləyir. Qasidə deyir ki, bu taxt qurban dona. İskəndər, ağadırsa mən də onun nökəriyəm. Döyüşə gərək yoxdur. Amma əvvəlcə mənimlə peyman bağlasın ki, yurduma talan eləməsin. Belə olsa ona 4 şey hədiyyə edərəm. Qızımı, yaqutdan cam, bir filosof və bir həkimi. Bunları qəbul edərsə ona hədiyyə verərəm və sağ ol deyərəm deyir. Qasid baş əyib gedir.
Hamısını İskəndərə danışır. İskəndər Çeyidlə peyman bağlayıb dost olur. Çeyid dediyi 4 hədiyyəni göndərir. İskəndər əvəzində çoxlu xəzinə göndərir ona. İskəndər Çeyidə bir məktub yazır. Bəlnas və bir neçə adamı ilə Çeyidin sarayına göndərir. Çeyid açıb məktubu oxuyur. İskəndərin Hindli Çeydə məktubu. İskəndər məktubunda qeyd edir ki, Hindistana hücum edib yerlə yeksan etmək istəyirdim. Amma Çeydin bu münasibətlərindən sonra ona qarşı dostluq münasibətləri qurdum. Qasid məktubu Çeydə oxuyub ona salamlarını çatdırır. Çeyd dediyi 4 qiymətli hədiyyəni, bol xəzinəni Bəlnasla İskəndər sarayına göndərir. İskəndər Çeydin göndərdiyi o gözəl qızın gözəlliyinə heyran qalır. Bunların əvəzində Çeydin sarayına sandıq-sandıq hədiyyələr yollayır. Çeyd göndərən qızı karvanla Yunan elinə göndərir. İskəndər Çinə səfərə hazırlaşır.